Deməli, Klas, başladı birinci sual. Yəqin səhv yazan yoxdur. Müəllim, söz var qədər yaxşısız müəllim. Deməli, bu nəyin kvadratıdır? 3 A-nın. Bu nəyin kvadratıdır? B-nin. Onda olur 3 A açıq B, 3 A topla B. Kim bu biz yazmışsan, ha? Bu kimdən yazdı? Sakin. Deməli, 140 dərəcə bucaq təpə nöqtəsindən keçən düz xətt. Deməli, 140 dərəcə bucaq çəkməsiz, kör bucaqdır. Təpə nöqtəsindən keçən düz xətt 2-5 nisbətində bölürsən, neyəcəksiniz? 2K5K. Bəli ki, burada bir 140 olduğu üçün bir kör bucaq çəkəcəksən. Kör bucaq çəkəcəksən və təpəsindən keçən şua deyir, onu necə bölür? Təpə nöqtəsi burası. 2K, 5K. Bura bu bucağı 5K. Cəm nəyə bərabər? 7K. 7K-nı 140-a bərabər edəcəksiniz. K-nı nəyə bərabər? 20. Onda biri 40 dərəcə, biri 100 dərəcə. Bizə deyir, böyük dərəcə oldu. 100 oldu. Kamızamsan? Bilmirəm. Mən işimizi qutarıb, qulaq asda sakit sualımızı edəcəm. Deməli, 63-cü sual. Deyir, kəsirlərdən təsadüfi olaraq biri seçilir. Neçə kəsir var? 5'dir. Məxrəcə nə yazacaq? 5. İndi deyir, bu mümkün hallardır da. Mümkün hallar həmişə məxrəcdə yazılır, bütün hallar. Aydındır mı? Məsələn, tutaq ki, sinifdə olan şagirdlərdən tutaq ki, bir nəfər seçilir, seçilən həmin adamın qız olma ehtimalı. Ümumi neçə nəfərdir məsələn? 5, 7, o da 5, 12 nəfərdir. Neçə nəfər qız var? 5 nəfər. Yəni ehtimal nə olacaq? 12-dən 5. Yəni həmişə bütün hallarda yazılır. Məxrəcdə o dediyi var ya, istənilən hal. İstənilən hal harda yazılır? Sürətdə. İndi bütün kəsir burada 5'dir. Məxrəcdə 5. İstənilən nədir burada? İxtisar olunan olması. İxtisar olunur, getdi. Lazım deyil. İxtisar olunur, getdi. İxtisar olunur, getdi. Bunlar ixtisar olunmur. Neçəsi? 2'si. İxtisar olunan olması ehtimal. 5'də 2 də nə deməkdir? 10'da Ay, ixtisar olunan deyir, olmayan demir. Olunan deyir, olmuyor. Olunan deyir. Olunan, ha, Mən deyir, səhv tapdım. 5'də 3 yazıb sıfırda. Ha, düz yazıb da 5'də 3. Mən gerçəkən İxtisar olunan. Allah'ın İxtisar olunan neçədir? 5. 3, 5'də 3. Aferin. Sonra 64-cü sual. 64. Çoxluq. Alt çoxluğun sayı kənar necə tapılır? Enis 2. Saçlıdır. Saçdırma. Alt çoxluqların sayı necə tapılır? Çoxluqlar keçmişik də biz qüdrət. Ben burada alt sorumdan sonra en üstü 2. Sakin. 200 deyillə tapılır. İkisi Alt çoxluqların sayı 200 n'dir. Deməli, neçə dənə? N nədir orada? Elementlərin sayı. 1, 2, 3, 4, 5, 6. Onda nə olur? 206. 206'dan neçə edəcək? 64. Bəli. Sonra gəldik bu sual, deməli, bu sual. Dövr, saf dövrüdür, qarşı dövrüdür? Saf dövrüdür. Bilmiyorum, saf dövrüdür. Bəli. Saf dövrüdür. Allah'ın olsun. Bir de 9'da 4'dür. Diğeri saf dövrüdür. 9'da 4. Üstə gəl nə? 1,9. Bir tam 9'da 3. Bölünsün 9'da 2. Dövr edən rəqəmlərin sayı qədər 9 yazırıq. Özündə sürətdə yazdıq. Bu 9'da neçə edir ümumi? 9'da 4 bunu çevirəndə 9'da neçə edir? 12 bu da 4. 16 bu da 9'da 2. Tərsi kəssə böləndə neyinidir? Birinci olanı bunu vururuq bunun tərsinə. 2'də 9'a. 9'lar getdi 16'nın 2'ə böləndə 8. Bu oldu cavabımız. Sonra gəldik 66-cı sual. 3 bucağın daxil, 2 daxil bucağı 80 ilə 70'dir. 3 bucağı var, 2 daxil bucağı 80, 70. Buraya yazılır 80, buraya yazılır 70. Onda bura nə qədər olur? 30. Deyir ki, ən böyük xarici bucaq balacanın qoşusu olacaq. Nə qədər olacaq? 150. Bu xarici bucaq, ən böyük xarici bucaq oldu 150 dərəcə. Əməli, o 50 tapıb ona görə səhv toplayır. Müəllim səhv. Düz gelir, səhv oldu. 60 şey oldu. 50 deyim mən. 50'dir. 50. Hə, deməli, gəldik bu neçənci sual. Bu çox düşür sınavlara, bu tip sual. Qalın zahiriyin. Deməli, Dəstək yer qoymaq 2 zahiri olur. deməli, çox düşür sınavlara.
Səndə məxrəcdə nə var? A kvadrat topla, A kvadratında bir əsas. Bunları tapmalıdır ki, axırda o heç üstünə 9 gələrsə. İndi burada A-ları saxlayırsan bir tərəfdə. 3 o biri tərəfdə. Yəni A üstə gəl 1 bölü A nəyə bərabərdir? Üçə. Mənfi 3 hesabı 3-ə. Bu da müxtəsərdir də, elə deyilmi? A-nın kvadratı üstə gəl 1 bölü A-nın kvadratı lazımdır. Bu da A kvadrat topla B kvadratı kimi açmalıyıq. Teymur bunun açılışını da görək. A kvadratı topla B kvadratının açılışını da görək. Mənim məsələdə mən deyim. Aha, saçdır. A çıx B. Aha, Mənim üstü 2, aha. çıx 2 AB. Üstü 2 AB. Üstə gəl 2 aldı. Bəli, bəs sağ ol. İndi bu çıxmada yaza bilərsən. Toplama da yaza bilərsən. Çıxmaça toplama, toplamaça çıxma. İndi bizdə bunun toplaması var deyə onu necə açacaq? Toplaması ilə açacaq. Ne çıxması ilə niyə? Toplaması var əlimizdə. A toplama. Ancaq bunu yazacaq. A topla A-da 1. Sonra nə? Üstündə kvadrat. Üstündə Kvadrat. kvadrat. Çıxılsın 2 vur A vur B. Yəni A-da 1. Bunlar da getdi. A topla A-da 1 neçədir? 3-ün nəyi kvadratı? Çıx 2. Bir də əlavə nə var idi burada? Üstə gəl 9. Hə, 9 topla 9. 18 çıx 2 16. Allah yəni. Videoya düşdü. Elə. Gəldik 68-ci sual. Nə çıxarmalıyıq buradan? Ortaq vuruq. Sürət. Deməli. Sürətdə ortaq vuruq nədir? A-dır. A-nı götürəndə burada nə qalacaq? A topla B. Məxrəcdə nədir ortaq vuruq? B-ni götürəndə qalır. B topla A. A topla B, B topla A. Getdə qaldı. A, B. Və cavablar var ki, deməli. Belə. Sınav yoxlamaq üçün deyirəm. 2 zəri birgə atanda, 2 zər atılırsa orada bütün düşən hallar həmişə neçə olur? 36 olur. 1 zər atılanda bütün hal 6 olur. 3 zər atılanda 216 olur. İndi 2 zər atılıbsa məxrəcdə 36 dənə hal ola bilər, değil mi? Ancaq məxrəcdə 36 yazırıq. Deyək ki, düşən halların hasili 8 olsun. Nə ilə nə düşəndə 8 eləyər? 2 ilə 4, 4 ilə 2. Heç yoxdur yenə. Heç nə yoxdur. Başqa? Yoxdur, deməli. Yoxdur da. 2 hal. 36-da 2. İxtisar eləyəndə 18-də 1. 10 kvadrat bu. 18-də 1. 8-dən biri götürüb, vurmadan ona görə. 8-dən 1. Allah, sən nə oynamıyor? 4, 2, 2, 4, 1 ilə 8-i götür. Ya deyirlər ki, mənim nə oynamanın faydası yoxdur. 70-ci sual. Deməli, Mənim təzə dərs keçəcəyim. bəli, 70-ci sual. Mən keçir. X kiçikdir 4 olarsa, uşaqlar, X kiçikdir 4. Modulun içi necə olur onda? Mənfi olur, ona görə tərsə çıxarır. X 4-dən balaca olduğu üçün modulun içi mənfi olur. Onda necə çıxarılır? 4 çıx X. Əksinə, tərs öyləşmir, əksinə. 4 çıx X, üstə gəl X. X-lər Üstə də getdi nə qaldı? 4. E variantı. Bəli. Sonra, gəldi növbəti 71-ci sual. Ay Allah. Allah, şəkildən sıralanır. Deməli, nəsə bunun təxmini burada çəkin. Nəsə demək cavab? Nəyəsə oxşalan. Əvvəlli. Deməli, belə bir şəkildir. Deməli, burada nəyi verib? A-nı verib, x topla 10. A buradır, bu bucağı neçə dərəcədir? X topla 10-dur. Sonra B-ni verib 2y topla 50. B də buradır. 2y topla 50 dərəcə. Sonra nə verib bizə? C-ni 3y topla 12 verib. C-ni 3y topla 12. İndi burada paralelli şərtini unutmursunuz da yəqin. Bunlar necədir bir-birinə? Paralel, sonra bunun adı necə bucaqlar? Çarpaz yəni. Bərabər. Çarpaz olduqları üçün onlar bir-birinə bərabər olmalıdır. Zotur. D-də 2x çıxartmışdır. Bura. Bura ilə da bura necə bucaqdır? Çarpaz yəni. Yəni bərabər eləməlisin da. 3y topla 12 nəyə bərabərdir? 2y topladım. 2y topla 50-yə. Çarpaz olduqları üçün bərabər elədir. Y-lər bir tərk etsin. 3y çıx 2y. 1y. 50 çıx 12. 38. Y oldu bu. Bunlar da həmçinin çarpaz olduqları üçün paralelli şərtinə görə çarpazdılar. X topla 10-u da nəyə bərabər edəcəksən? 2x çıx 60-a. Yenə 2x-dan 1x çıxırsan 1x, mənfi 60 bura gələndə 60 topla 10, 70 dərəcə. X oldu 70. Səndən istəyir x çıx y tap.
Yəni 70 çıx 38 o da eləyir 32. Bəli, 32. Deməli, gəldi 72-ci sual. Deməli, üçbucaqdır deyir, AB ilə AC 4-dür. Çəkirsən 10 dəqiqə bir dənə ABC üçbucağı. Deməli, ABC təpə nöqtələrini qeyd elədin. AB ilə AC deyir 4-dür. Burada 4-dür, burada 4-dür. Necə üçbucaqdır? Kənan. Bərabər yanlış üçbucaqdır, bəli. Bucaq A 60-dır. Bərabər tərəfi deyil. İndi bura 60-dırsa, təpə bucaqdır da bu. Ona bu bucaqlar necə olmalı bir-birinə? Bərabər olmalı. Hərəsi nə qədər düşür? 60, 60. 180. Deməli, proseslara nə ehtiyac var? Qulaq as. Deyir, BC tərəfini tap. Sən bərabər tərəfli suzaqda teoremə ehtiyac var. Sən bilmirsən ki, orada... Bəli, eləmək olar. Sən bilirsən ki, burada istənilən hündürlük artıq burada 4-dür. Bizə nə istəyir? Biz bilirsin, istəyir da nə ehtiyac var? 4 oldu, bəli. Bərabər tərəfli olduğu üçün. Deməli, gəldi 70 neçə? 3-cü sual. Bu da məhlulun sadə formasıdır. Biz istənilən məhlulun demişik, qatılığını tapmaq üçün maddə böl məhlul vur 100 həmişə qatılıq faizini tapmaq üçün. İndi uşaqlar 30 litr məhlul deyə bilərik. Bu sudur ancaq. Məhlul nə deməkdir? Su ilə maddəni qarışdır olsun məhlul. Su da maddə. Məhlul nə qədər oldu? Məhlul oldu 40 litr. Çünki 30 litr sudur, 10 litr yoldur. Qarışdıranda olur məhlul. Nə qədər? 40 litr. Maddə nə qədərdir? 30. Maddə 10. 30 litr su deyil o. Vuracam nəyə? 100-ə. 100-ə də 10-la 40 gedir, 4, 1. 100-ü də 4-ə böləndə 25%li məhlul olur. Vəssalam. Buna öyrəşin daha bir dəfəli. Bunu düz yazıb. Bu belə. Sonra 74-cü sual. Ay bu şeytan sual. Şeytan deyil. Sən şeytan, təkrar eləmirsən. Sinuslar teoremi. Sinus harda olacaq səndə? Üçbucaqda harda olur? Sinuslar teoremi də. Düzbucaqlı üçbucaq deyilsə, tərəf nisbəti yoxdursa, onda ayrı bir üçbucaq çəkirsən, diyarı bir üçbucaqdır. ABC. Deyil, bura sinus, buranın sinusu nə qədərdir? 5-də 2-dir. Bura bir alfa yazıram. Sinus B. Burada bir beta yazıram, bunu verir. Bir də AC-ni 10 verir. Bax indi bura. İndi, onun nəyə nisbəti? Onun beta, sinus beta. Onun sinus betaya. Yəni, keçən də tapşırmışam ki, gəldim təkrar edeyim. Sonra, nə istəyir indi? BC nədir? X. X-ə nəyə nisbəti? X-in sinus alfa. Sinus alfa. Zəhmət çəkin, təkrar eləyin. Da bu şifahi sualdır. Sonra çarpaz vurmalısan. Yəni, 10 böl. Sinus betanı nə verir? 5-də 2. 4. Sinus betanı. Beta 4-də 1. 10 böl 4-də 1 bərabərdir. X böl 5-də 2. X böl 5-də 2-də. Çarpaz vurub tapırsan. X vur nə? X vur 4-də 1 bərabərdir. 10 vur 5-də 2. 10-la da 5 neyinir? Gedir 2. Yəni X böl 4 də bərabərdir vurulanda. 4-də 2 vur 2. Çarpaz vuranda X nə qədər olur? 16. Ən sadə sinuslar verir. Ama sinus değil. Derecesi değil o sinus. Nə qədər olsun? Sinus Dərəcə dərəcənin qiyməti. Elə dərəcənin qiyməti. Əslində sən sor. Təbii ki, olsun. Sinuslar Ben görünməyə yaptım. bilmirsiniz. Zaten çıkar. 4 tek var da. Əlbəttə, elə belə şey, 4 nə üçün? 100-200 fərq olsaydı, 4 fərqi düz götürürlər. Deməli, Sağ olun. 75. Mənası yoxdur. Deməli, kəsin nə vaxt mənası olmur? Məxrəc 0 olanda, A-nın yerinə nə qoyanda məxrəc 0 olur? 4 qoyanda. 3 vur 4, 12, çıx 12, 0. Ona görə A-nın qiyməti neçədir? 4. Mən düz yazmışam bunu. Kəsin qiyməti o zaman nədir, mənasız olur ki, məxrəc 0 olanda. Onu məxrəci 0-a bərabər edirsən ki, o qiyməti tapasan. O da A-nın 4 qiymətidir. Sonra gəldi 76-cı sual. Modulun ən kiçik qiyməti neçə ola bilər? 0. Moduldan ən kiçik nə çıxa bilər? 0. Qorxdum ezəliyinə bax. Moduldan ən kiçik nə çıxa bilər? 0. Da bunu deyir ki, bu da 0-dır. Bu da 0. Nə qaldı? Düz yoxdur. 10 sonra koyuyor. Ha. Tamam.
Modulun ən kiçik 0 ola bilər də. Başqa mənfi ola bilər, moduldan mənfi çıxa bilər. Onu hiç yazmışam. 0 ola bilər. Bilmem ne yazmışam. Göz açıq olun da. 77. Ay mən desən. A natural ədədi B-nin 25%-dir. A deyir. Class. 20 tapmış. Deyir. Hə. Belə yazırsan da bunu. Ben de. Deyir ki A-nı yazdım. B-nin nə idi? 25%. B-nin 25% necə tapılır? 25 bölü. B vur 25 böl 100. Bu deməkdir da. Müəllim Onu içəri aparırsan. Sonra nə edirsən? Bir atıb çarpaz vursan. B nə bərabərdir? 4 4A-ya. Vəssalam. Gətir burada B gördüyü yerə nə yazacaqsan? 4A. Yəni əbob A4. A-la 4A bərabərdir 20-yə. Əbobda nə götürürdük? Ortaq vuruğu. Ortaq vuruqlar. Ortaq nədir burada? A. A da neçə oldu? 20 da. Çünki əbob onsuz 20-dir. A oldu 20. B neçə olacaq? B 80. 4 vur 20. Mən bir şey tapdım. Bizə deyir B-ni tap 80. Sen? Sana konası Yox, B-yə tapdım, mən A-nı tapmışam. Mən ikisinə tapmışam mən. B 80, A 20. Ben de ikisini tapmışım. Ben cross cep bağımcı olarak. İnşallah bunu düz yazmışam. Deməli. Qulaq. Ben de onu 20 yazmışam. Allah bütün hamısını yazmışam. Ben de öyle yazmışam. Ben de yazmışım. Mən də yazdım, mən Ben de. də. Yaxşı. Mən yazmamışam. Öse Qulaq. Qısa yolla necə işləyəcəyik? Qulaq. Bizə neçə rəqəmlər də istəyir? 2. O zaman bura 2 dənə xətt qoysan, bu bir rəqəmin yeridir, bu da ikinci rəqəmin yeridir. 2 rəqəmlər də düzəltməliyik. Deyir ki, rəqəmləri necə olsun? Müxtəlif olsun, fərqli olsun. Uşaqlar, bura neçə dənə rəqəm yaza bilərəm? 4. 4-ü də yaza bilərəm da, 4-ü də gələ bilər. 4 dənəsini yaza bilərəm. Bu 4 saydı ha, yəni bura 4-ün 4 dənəsini yaza bilərəm. Bura yazdığımı bura yaza bilərəm. Onda məsələn, bura hansını yazıramsa, bura o biri yazmayacam, bura onda 3 dənə rəqəm olacaq da. Buna da vurursan neçə? 12. Yazmışam ama. Bu qədər də. Həmişə belə siz 3 rəqəmi desiniz, siz 4 rəqəmi desiniz. O şey götürmüyorum 77. O müxtəlif diyor, müxtəlif diyor. Ay böyle aydalan. Rəqəmləri müxtəlif. Ben muhtelif Ben müxtəlif olsun 4 vur 4 yazıyıq da. Müxtəlif deməsəydi, O da 4. 4, hamısı geçəcəkdim belə 16. Və çünki fərqi yoxdur, eyni rəqəm Məsələn, var. 0 varsa 0 çıxırıq da ikinci tərəfdən. O ayrıdır, hə, sıfırın rəhəl yolu biraz fərqlidir. Ayrıca sıfırın alın, sıfırın alın ayrıca tapıb çıxırsan. Bəli, o biraz fərqlidir, sıfır olan yer. O da aldığımız ədəddən 1 çıxırıq. Yox, bir çıxmır, həll prosesi başqadır, o ehtimalda deyəcək. Deməli, bu belə, amma belə yazmaqla da tapmaq olar, hə, sən də yazmışsın ki? Allah. 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 Yaxşı, yaxşı. Yox, getdim. Görmürsən? Özlər al da. Elə aksiyanı da. Deməli, 6-ya bölünmə əlaməti. 2'ye ve 3'e bölüm. 2-yə böl 3-ə bölünmən. O da qoyursan 2, 3. 2-yə bölünmə əlaməti necədir? Sonra cütlen. Cüt olmalıdır. 2 nə doğru indi. Yəni, nə götürəcək? Yani 2 0, ve 6, 2, 4, 8. 6, 8. Yəni, B nə ola bilər? 0, 2, 4, 6. Amma cəmlər 3-ə 8. bölünməlidir. İndi bizə deyir ki, hə, 3-ə də bölünmək üçün cəmləri nə etməlidir? 3-ə bölünməlidir. Rəqəmlərin cəmi 3-ə 7 bölünməlidir. deyir, o da 7. Bunların cəmi neçəyə yer? 2 5. 7. 7. Yəni 7-nin İki, üstünə səkkiz. nələri gələndə 3-ə bölünəcək? 0 gələndə bölünməyəcək. 2 7. tane 2 gələndə götürürsən. 4 gələndə bölün. 6 da yox. 8. 8 Bir bölünür. də 8 gələndə 10 bölün. yedi, o da. Onların da cəminə görə yiyir? 10. 10. Ya 2 ola bilər, ya 8 ola bilər. Nə var demir ya. 15, 9, 1422. Biz yerinə Aha, qoyuyoruz. müxtəlif. Ay. Doktor, nə olsa yazmazmı? Yaxşı. Yaxşı, Emir. Deməli, Siz də üç mənim. bucağın iki tərəfin uzunluğu budur, üçüncü tərəfin ala biləcəyi ən böyük hangisi? Üç bucaq bərabərsizlikdə. Bir tərəf ikisinin cəmindən kiçik, cəmindən böyük olmalıdır. Adresi düz yazmışam. Deməli, uşaqlar, iki tərəf nədir? 2 onda 4 nə? 4 4 onda 8-dir. Bu da x-dir. Bilmir yaxşıdır. Kiçikdir bunların nəyilə? Zəmindən. Böyüdür bunların fərqindən. Yəni 4 onda 8 çıx 2 tam onda 4. X kiçikdir. Toplayanda 7 tam onda. 7 tam onda 2-dən kiçik. Böyüdür. 2 tam onda 4. 2 tam onda 4-dən. Deyir ki,
Ən böyük, ən kiçik tam qiymət. Ən böyük neçə ola bilər? 7, ən kiçik 3. Bunların da cəmi eləyir 10. 7 ilə 3-ün cəmi eləyəcək 10. Belə. Sağda üçbucağı bərabərsizdir də, yəni. Qeyri-adi bir sual deyil, yəni. 81-ci sual. Bu sual əvvəlki sınavların birində də olub, sonra çox hədli toxluda da var, 1-2 dənə, ən az 2-3 dənə var bu suallar. Demişdik ki, əgər bu, bura bax, bu bunun vuruğudursa, vuruq sıfıra çevrilirsə, hansı da nəyə çevriləcək? Sıfıra da, elə deyilmi? İndi bu nə vaxt sıfır olur? B2 olanda. B2 olanda bu sıfır olursa, onda B2 olanda bu da nə olacaq? 0. Bunun yolu budur da qısa. Yəni B-ni yeni 2 qoyub bununla nəyə bərabər eləyəsən? Sıfıra. Çünki bu bunun deyir, vuruqlarından biri bu olsun deyir. Vuruğu sıfır eləyirsən, onda bu da sıfır olur. 2-nin kvadrat, çıx 7 vur 2, topla M nəyə bərabərdir? Sıfıra. 4 çıx 14. 4 çıx 14, topla M bərabərdir sıfıra. M də bərabər. Ben rəqəm qoyub tapmışam. 10 da topla M bərabərdir 0, M nəyə bərabərdir? Mənfi 10-a. Mənfi ona? Müsbət. Mənfi ona. Mənfi ona. Orada Mənfi ona. mənfi 4 çıxanda mənfi 10. Mən bunu deyirəm. Müsbət. Bir dərs səfər. Bəxtiniz gətirdi. Deməli, müsbət 10. Bəli. Tapanlar var. Var, tapmışam. Öləm şey. Amma mən yeni rəqəm qoyub tapdım. Mən də rəqəm qoyub tapmışam. Katetləri 12-16 olan üçbucağın kiçik hündürlüyü. Deməli, Gölçin düzbucağın üçbucağın neçə hündürlüyü olur? 3 dənə hündürlüyü olur, bəli. Bir ən geçir. Yaşar oldu. Alınmadı. Necə? Qarısan oldu. 9. Katetlərə hündürlüyü deyə bilərik, səbinə. 9 neçə? Düzbucaqlı üçbucaqda. Zərfə deyə bilərik. Bəli. Ləman niyə deyirsən yox? Düzbucaqlı üçbucaqda katetlər həm də onun nələridir? Katetlər onun həm də hündürlükləridir. Çünki 90 uzaqla kəsirlər. Biri 12-dir, biri nədir? 16-dır. Üçüncü hündürlük hansıdır? Bu, piyetonuza çəkilən. H. Tüfəq oradan istifadə edirsən ki, piyetonuzu tapasan. Bunun kvadratı 144, bu da 256. Nə qədər eləyir? 400, o nə eləyir? 20. İndi hündürlüyün qaydasını deyil. H kvadrat bərabər. Aynen, H kvadrat, H var. 20 bu 20. bərabərdir. 12 12 Ha, yazdırmışım bunları. Bəli. Amma 4'e səhv yazmışam. 4'e aparırsan. 25 4. 4. 48-də bölük 5-ə 9 olanda H kırk 5 bərabərdir. Düz tapmışam. 8. Yüksek. H da bərabərdir. Burada 9 tamında. Yaxşı. 9 tamında 6. 6. Belə. Təbii 83. Bir dəfə bir qızsal. Burada şey yenə bərabərləşdiririk də, ortaq beyni götürürük. Hələ beni Bunun kavramı. yolu oydu ki, üçlü bərabərlik olanda dəfələrlə demişik, daha səhvlər təkrarlanmasın. Baxacam kimlər səhv edir. Üçlü bərabərlik olanda 2-2 götürürük. Birinci ilə ikincini 1 götürürsən, bir də ikinci ilə üçüncünü 1 də. Burada qeyri-adi başa düşməyəcək bir şey yoxdur da. Sən qulaq asırsan, məqsədin öyrənməkdir. Orada B. Hər ikisində ortaq nə var? Mən düzdür. B. Orada B3. B-lə yazandan sonra ortaq dəyişən tapırsan, ortaq dəyişən burada B-dir. Burada B neçə K-dır? 2 1 1 K-dır. Burada 3 K-dır. Onu bunu neçə gətirməliyəm? 3-ə gətirməliyəm. Vuracaqsan 3-ə, vuracaqsan 3-ə. Oldu 3A bərabərdir 6B-yə. Bu da durub yerində. Burada heç nə problem yoxdur. Həmişə yoxla. B-lərimiz fərqli. K-dırsa yığışdır onu, qoy başqa yerə. Tez ol. Deməli, B-lərimiz deməli fərqlidirsə, onu bərabərləşdirirsən. B burada 1K idi, B burada 3K idi. Ona görə bərabərləşdirdik. Neçə gətirdik bunu? 3-ə gətirdik. İndi burada B neçə K-dır? Gördün ikisində də B burada da 3K-dır, B burada da 3K-dır. Görürsən eyni oldu. Sonra başlayırsan misallı işləməyə. A neçə K-dır? 6K, C 2K. Aparıb qoyursan yerinə də. Sürətli üçündən eləyəcək. Üçündə toplama yox. Üçündə toplasan neçə K idi? 11K. 11K. Məxrəcimiz neçə K idi? C ilə B-ni topla. 5K. Məsələn. K-lar da gedir 11, 5-də 11. O da 2 tam, onda 2. Ben satmamışım. Olar. Mən də işlədim. Ben bölmüştüm. Çətin deyil. 84.
Bu daha çox adının sadə forması ya da kvadrat tənli ilə də işləyə bilərsən. Kökləri nədir yuxarıdakının? Vuranda -6, toplayanda -5. Müsbət 6 mənfi 1. O səhiyyə ya. Deməli, necə? Müsbət 6 mənfi 1. -1-dən 6. Köklər nədir? -1-dən 6. Vuranda 4, toplayanda -5. 4 1. Yox. Mənfi 4 mənfi bir. -4-dən -1. İndi kvadrat tənli köklərini bilirsənsə, vurğuları necə ayırırdıq? Ne demək? Köklərini bilirik, vurğuları necə ayırırdıq? O A çıxılsın 4, A çıxılsın Yox, yox, o çox həddə qaldı da. Səsini 6 tapsın, mənfi 6 kimi. X çıx x1, x çıx x2 də. Bu həmişə x-lər də deyirəm axı. Onda x çıx x1, x deməyək də, dəyişənimiz A-dır. A çıx A1 nədir? A topla 1. Sonra A çıx A2, yəni ikinci kök nə olur? A çıx 6. Məxrəc. Deməli nədir? A topla 4. A topla 4 olacaq, o birisi də A topla 1. Bu qısa yoldur. Bir də çox həldə dediyimiz yol. İki ədəd tapırsan ki, vuranda bu eləməlidir, toplayanda bu eləməlidir. Bunlar getdi, nə qaldı? A çıx 6 böl, A topla 4. Müəllim, mən buruqları tapandan sonra ortanı parçalama yolu ilə Mən də. Sonra da ortaq çıxarıq götürmüşəm. Cavabları qeyd eləmədim. Dən qələm verir. Mən də onun belində sesi cavablar var, saat yerlərim. Gecə deyil mi? Olmaz. Əsas sualları qeyd eləmədim. Burada cavab neçə oldu? Bu da A çıx 6 bölü A plus 4. Deməli, A çıx 6 böl, A topla 4. Sonra, bayaqçında neçə ilə cavab uşaqlar? Bayaqçında 2-də 10-da 2 eləməlidir. 5-də 11 idi. 5-də 11 və yaxud da 2-də 2. 10-da 2. 3 bucaqda neçə idi cavab? 3 bucaqda 9-da 6. 9 tam 10-da 6 idi. Emin hansı qiymət idi bayaqçı? Mənfi 10. Müsbət 10. Müsbət 10. 80-də hündürün, yox. 3 bucaq bərabərsi neçə tapdıq? 10 tapdıq onda, hə. 6-ya bölünmə əlamətində neçə tapdıq? Orada şey 10, o da 10 edir. O da 10 eləmişdi, bəli. Ardıcıl 3 cavab 10 idi. Deməli, burada 12 idi, düzdür. Əbobda neçə idi? 80 idi, düzdür. Bu ehtiyacı yox. Hə, deməli, gəldi növbəti sualımız neçəmizdir? Mən də cavab neçə oldu? Mən də bu çox hesab edir. Müəllim, bu cavab nə oldu? A çıx 6 böl A topla 4. Müəllim, mən başqa yolla deyim, mən də düz çıxıb, hesab. Ha, düz çıxıb. 3 bucağın hündürlüyü 8 olur. Bəli, çəkildiyi tərəf 6 15. Hündürlüyü çəkirəm. Pifagordur da. Çəkildiyi tərəf necə bölür? 6 sən. Altı. Yox. Hündürlüyü 8-dir, çəkildiyi tərəf neçə bölür? 6 ilə 15-ə bölür. Burada Pifagor var. Orada Pifagor. Bundan buna gelirsən, neçə yiyir? 64, 225, 17. 225 64-ün cəmi 289, 17 çıxır. Orta tərəfdə 10 edir. Biz hansını istəyirik? Perimetr. Burada da 10. 6, 8, 10. Tərəflərini toplayırsan. 17, 10, 27, 21. 21, 38. 10, 17, 21. Cavab Eyvah, 17. sekiz. Neçə oldu uşaqlar? 8. 8. Eləmə. Düzey. Müəllim, Müəllim yoxsa... Hə, yox, Yox. Niyə? 8. Zahirə bilirsən. Nə gəlir? Oxuyanda bəzi uşaqlar atır. Səhvlər düzəldirlər ona görə. Məsələn, biri 4 arxada atır. Zıp paketi işləyir. Ondan sonra uşaqlara inamım azalır. Mən deyim, bu deyim, mən.